her bir not kararı bizim için kıymetlidir. Ve Hüseyin Hacıbeyev'in içtimai siyasi faaliyeti evvelden ahire kadar bizim için kıymetlidir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Abşeron Xızı Regional Təhsil İdarəsinin 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində Azərbaycan musiqi mədəniyyətinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəyliyə və Qarabağın incisi Şuşa şəhərinə həsr olunan Üzeyir Hacıbəyli və Şuşa adlı maarifləndirici bədii tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümumilli lider Heydər Əliyevin, Üzeyir Hacıbəylinin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqə sükutla yad edilib. Tədbiri giriş sözü ilə açıq elan edən mərkəzin direktoru Fariz Orduxanov iştirakçıları salamlayaraq belə tədbirlərin uşaqların və gənclərin milli mənəvi dəyərlərini formalaşmasında mühüm rol oynadığını bildirib. O çıxışında Üzeyir Hacıbəylinin zəngin həyat və yaradıcılıq yolu haqqında geniş məlumat verərək, onun Azərbaycan musiqi tarixində ilk opera olan Leyli və Məcnun müəllifi, ilk milli musiqi təhsil ocağının yaradılmasının biri və milli dirçəlişin simvolu olduğunu xüsusilə vurğulayıb. Tədbir daha sonra Üzeyir Hacıbəylinin musiqilərindən ibarət bədii hissi ilə davam edib. Mərkəzin dərnək üzvləri bəstəkarın əsərlərindən parçalar ifa edərək həm onun yaradıcılığına olan sevgilərini nümayiş etdirib, həm də tamaşaçılara unudulmaz anlar yaşadıblar. Şagirdlər tərəfindən hazırlanan musiqi nömrələri, səhnəciklər və ədəbi bədii kompozisiyalar alqışlarla qarşılanıb. Tədbirdə həmçinin Üzeyir bəyin doğulub boya başa çatdığı Şuşa şəhərinin Azərbaycan mədəniyyətindəki əhəmiyyətindən, onun Qarabağ musiqi mədəniyyətinin formalaşmasında oynadığı roldan da bəhs olunub. Şuşa şəhərinin 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan olunması tədbir iştirakçıları tərəfindən qürurla qeyd olunub. Üzeyir Hacıbəyli və Şuşa adlı tədbir uşaqlar və gənclər arasında milli musiqi irsinin təbliğinə, vətənpərvərlik hisslərinin aşılanmasına və mədəni irsimizin qorunub gələcək nəsillərə ötürülməsinə xidmət edib. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.